Cümlələrdən birində təsriflənən feil qrammatik məna növünə görə digər cümlələrinkindən fərqlənir. A. Kollar yarpağını tökməyərək yayda olduğu kimi qalınlaşmışdı. Qalınlaşmaq məlum növ feildir. Bir-birimizdən uzaq gəzməyimizə baxmayaraq yollarımız kəsişirdi. Qarşılıq bilgəlik növ feil. O gündən bəri hər dəfə bizimlə qarşılaşanda bu mövzuda zarafatlaşdılar. Məlum növ. Havanın qaraldığına əmin olub gizlincə adamların arasına qarışdı. Məlum növ. Meşədən qaydanda sevincdən kəndin ortasındakı cığırlara sığışmırdı. Məlum növ. Yəni 5 variantdan birində B variantına kəsişmək feili qarşılıq bilgəlik növdə, digər feillər, təsvirlənən feillər hamısı məlum növdə işlənir. Sualın cavabı olur B variantı. Nümunə ilə bağlı uyğun fikirləri müəyyən edin. Nümunəni oxuyaq. Bu yaşacan hələ hansısa arzusu ürəyində qalmamışdı. Son arzusu da oğlunu evləndirmək idi. Buradan doğru fikri tapmalıyıq, buradan yanlış fikri tapmalıyıq. Təsriflənən feil icbar növdədir. Evləndirmək icbar növdə deyil. Yəni məlum növdədir. Evlənməkdən evləndirmək. Yəni buradakı dir şəkilçisi icbar növ funksiyasını yerinə yetirmir. Ona görə də biri çıxırıq. Harada biri varsa çıxırsınız, qalır 2 ilə 3. Əvəzliyin 2 məna növü işlənib. Bu işarə əvəzliyidir. Yaşacan hələ hansısa sual əvəzliyi arzusu ürəyində qalmamışdır. Son arzusu da oğlunu evləndirməkdir. Bəli, əvəzliyin 2 məna növü. Bir işarə əvəzliyi, bir də sual əvəzliyi işlənib. 2 doğrudur. 2 ilə başlayan yadda saxlayırıq. Saya aid bir nümunə işlənib. Bu nümunədə say varmı? Xeyr. Son burada say deyil. Sonuncu sıra saydır, amma son say deyil. Deməli, 2, 3 yanlışdır. Adlı halda olan mücərrəd isimlər var. Adlı halda olan mücərrəd isimlər, bəli, arzu, yaş. Bu da deməli doğru fikirdir. İndi biz buradan doğrunu 2-ni, buradan yanlışı gördük. 2-3 sualın cavabı olur Y variantı. Uzun qanadlı sözünün fonetik xüsusiyyətlərlə bağlı yanlış fikirləri müəyyən edin. Sözün düzgün tələffüz şəklində D, T olacaq, L, D olacaq. Yəni bu şəkildə. Uzun qanad D bu formada. İndi bizdən yanlış fikirlər istəyir. Eyni səs müxtəlif hərflərlə ifadə olunub. Varmı elə bir səs ki, müxtəlif hərflərlə ifadə olunsun? U'lar U ilə ifadə olunub, A'lar A ilə ifadə olunub. Başqa var, eyni. N'lar da N ilə ifadə olunub. Elə bir şey yoxdur. Bu səhvdir. Bir ilə başlayanları saxlayırsınız, yerdə qalan çıxırıq. Tələffüzün fərqlənməsi samitlərlə bağlıdır, doğrudur. 2 olan bəndi çıxırıq. Kar cəmiyyəti samit cütlü işlənib, bəli, T'dır, bu da doğrudur. Qarşılığı olmayan 3 samit iştirak edir. Qarşılığı olmayan 1, 2 dənə samit var. Üçüncü varmı? Xeyr. Deməli, sualın cavabı olur 1, 4, D variantı. Hansı cümlədə sifətin isimləşməsinə aid nümunə işlənməyib? A. Paltarların təmizlərini dolaba yığdım. Təmizlərini, təmiz paltar mənasında təmiz sifəti isimləşib. Yarışanlar müxtəlif məktəbləri təmsil edirdilər. Buradakı sifət müxtəlifdir. Bu sifət isimləşib? Xeyr. Bu cümlədə başqa sifət yoxdur. Feildir, isimdir, feildir. Düzdür, burada bir dənə sifət var, bu da isimləşməyib. Bu işdə həvəskarların köməyinə çox arxalanıram. Həvəskar adamların, həvəskarların isimləşmiş sifət var. Məktəbdə hamı bilir ki, sən sinifin dalaşqanısan. Dalaşqan, isimləşmiş sifət var. Şəhərlərdən ən qədiminin qalıqları belə qalmayıb. İsimləşmiş sifət var, qədim sifət. Gördüyümüz kimi, verilən cümlənin içərisində B variantında isimləşmiş sifətə aid nümunə yoxdur. Cavab olur B. Hansı cümlələrdə mənsubiyyətə görə dəyişmiş isim işlənməyib? Əvvəllər bizim kəndin meşələrində ağzıqanlı canavarlar dolaşırdı. Kəndin meşələri, mənsubiyyət isim işlənib. Nəvəsinin öldürülməsinə xəyanətin olub-olmadığını bilməyə çalışırdı. Nəvəsi, isim işlənib. Kənd cavanlarının qəribə xasiyyətə malik olduğunu biz də bilirdik. Burada mənsubiyyətə dəyişmiş isim yoxdur. Hücum edənlərdən biri pişik cəldliyi ilə meydana girib üstümə atıldı. Pişik cəldliyi üstümə.
Dünən yaxınları ilə birlikdə atı qarşı sahilə çıxardığını xatırladı. Burada da mənsubiyyətə görə dəyişmiş isim yoxdur. Cavab olur 3, 5 A variantı. Cədvəldəki uyğun fikirləri müəyyən edin. Bax, diqqətli olursunuz. Bizə cədvəl verir, fikirlər verir. Qarşısına ki, o fikirlər haqqında hökmlər verir. Əgər ortadakı fikir doğrudursa, burada doğru yazılıbsa, bu uyğun fikirdir. Yox, ortadakı fikir yanlış və yaxud da doğru, bunun qarşısındakı onun əksidirsə, deməli, həmin fikir uyğun fikir deyil. Baxaq, görək, hansı fikirlər uyğundur, qarşısındakı hökmlə uyğundur. Ağ samavar astadan zümzümə edir, tərtəmiz stəkan nəlbəki parıldayır. Cümləsində sifətlər adi və çoxaltma dərəcəsindədir. Baxın, ağ samavarda ağ adi dərəcədədir, tərtəmiz sifəti isə çoxaltma dərəcəsində. Deməli, bu fikir doğrudur. Bunun qarşısındakı da doğru olduğu üçün uyğun fikir seçirik bunu. Sən ki, heç kəsə bir pislik eləməmişdin, heç adamın itinə, toyuğuna daş atmamışdın. Cümləsində müəyyən miqdar sayı işlənib. Bu cümlədə müəyyən miqdar sayı işlənibmi? Heç kəsə bir pislik eləməmişdin, işlənməyib. Düzdür, buradakı bir say məzmunu bildirmir. Yanlış olduğu üçün qarşısındakı da yanlışdır və bu uyğun fikirdir. Yəni, doğru fikir mənasında. Yəni, uyğun fikir mənasında cavab kimi qəbul edirik. Böyüklüyünə görə Asiya digər qitələrdən fərqlənir. Cümləsində isimlər adlıq, yönlük və çıxışlıq halda işlənib. İsimlər yönlük, böyüklüyünə görə. Asiya adlıq, digər qitələrdən çıxışlıq. Buradakı fikir doğrudur, amma qarşısında yanlış yazdığı üçün deməli bu uyğun fikir deyil. 3 olan bəndləri çıxdıq. 2 mərtəbəli məktəb binasında ona balaca bir otaq verdilər. Cümləsində qeyri-müəyyən təsirli halda olan isim yoxdur. Nə verdilər? Otaq verdilər, otağı verdilər. Qeyri-müəyyən təsirli halda. Deməli, bu fikir yanlış fikirdir, amma qarşısındakı doğru olduğu üçün biz bunu uyğun fikir kimi qəbul etmirik. Sualın cavabı olur 1, 2, D variantı. Yerinə görə amonim kimi işlənə bilən sözləri müəyyən edin. Qabaq sözü amonim kimi işlənə bilir. Bir, isim kimi qabaq, yəni qarşı mənasında. Bir sifət kimi işlənir. Bir də məsələn zaman zərfi kimi qabaq belə deyildi. Deməli biz bunu amonim kimi qəbul edirik. Bənd sözü, bəli, amonim kimi işlənir. Bir var bənd olmaq mənasında, bir şeirlərin bəndi, bir də suyun qarşısında kəsilən bəndlər. Bu da amonim kimi işlənir. Duru sözü amonim deyil, qar sözü amonim deyil, tam sözü amonimdir. Tam dad mənasında və tam bütöv mənasında. Cavab olur 1, 2, 5, Y variantı. Cədvəldəki hansı sözlərin izahı düzgün verilmişdir? Sözlər və leksik mənaları verilib, baxaq. Bu aspektdən, bu baxışdan, bu nöqteyi nəzərdən, bu doğrudur. Bax, aspekt bir şeyə müəyyən bucaq altına baxış nöqteyi nəzər. Bir doğrudur. Fasad, nifaq, qarşılıqlı fitnə. Bu fəsadın mənasıdır. Burada verilən fəsadın mənası, fasadın mənası deyil. 2 səhvdir. Girdab dərin çayda və ya dənizdə suyun burulduğu yer, yəni çıxılmaz vəziyyət deyil, burulğana düşmək. Bu doğrudur. Nota hər hansı bir məsələyə dair kiçik kitab, kitabça, o bloknot deyil. Bu nota dövlətlər arası bir-birinə xəbərdarlıq edirlər. Məsələn, nota verir, nə ilənsə bağlı xəbər göndərir və s. Diplomatik xəbərdarlıq deyə bilərik. 4 səhvdir. Akvarium su heyvanlarını və bitkilərini saxlamaq yaxud çoxaltmaq üçün xüsusi şüşəqab doğrudur. Cavab 1, 3, 5, C variantı. Verilmiş nümunədə sayı 2 deyil. Bir rəngi yox, göylərin 1000 rəngini sevirəm. Bir gülü yox, güllərin çələngini sevirəm. Mən çıxmağa təpə yox, uca dağ istəyirəm. Həyatı həyat kimi yaşamaq istəyirəm. İndi baxaq görək, burada verilənlərin hansının sayı 2 dənə deyil. Qeyri-müəyyən təsirli halda işlənmiş isimlərin. Bax, təpə yox, uca dağ istəyirəm. İkisi də qeyri-müəyyən miqdar sayı, qeyri-müəyyən təsirli halda işlənmiş isimdir və sayıları da 2 dənədir. Deməli, bunun sayı 2 olduğuna görə 1 olan bəndləri çıxırsınız. Şəxsə və kəmiyyətə görə dəyişə bilən feillərin.
Bax, sevirəm 1 dənə, sevirəm 2 dənə, istəyirəm 3 dənə, yaşamaq istəyirəm 4 dənə. Bunu qəbul eləyirik. Zaten 2 hər ikisində var. Müəyyənlik bildirən yelik hallı isimlərin göylərin rəngini, güllərin çələngini sevirəm. Başqa var? Xeyr, 2 dənədir, 2 dənədir. Deməli, bu da 2 dənə olduğuna görə bunu çıxdım. Cümlədə ismin yerində işlənə bilən əvəzliklərin bir rəngi yox, göylərin min rəngini sevirəm. Bir gülü yox, güllərin çələngini sevirəm. Mən çıxmağa təpə yox, uca dağ istəyirəm. Həyatı həyat kimi yaşamaq istəyirəm. Başqa əvəzlik var. Deməli, bunu da qəbul edirik. Əşyanın əlamətini bildirən adi dərəcədə olan sifətlərin bir rəngi, bir gül yox, güllərin çələngini sevirəm. Mən çıxmağa təpə yox, uca dağ istəyirəm. Bir dənə. Həyat kimi yaşamaq istəyirəm. Bu da cavab olur. Cavab olur 2, 4, 5, Y variantı. Hansı cümlədə saydan sonra gələn ismin işlənməsində səhvə yol verilib? Bildiyimiz kimi saylardan sonra isimlər təkdə və cəmlə işlənmə xüsusiyyətinə görə fərqlənə bilir. İndi baxaq görə hansı bənddə bu fərqlənmə öz əksini tapıb və yaxud da tapmayıb. Bir çox və bir sıra saylarından sonra gələn isimlər cəmdə olmalıdır. Burada lər yazılmalı idi. Xeyli kağız doğrudur. Çox kəlamlar doğrudur. Təkdə və cəmdə ola bilir. Az görüş təkdə olur. Doğrudur. Onlarla qonaq təkdə və cəmdə ola bilir. Doğrudur. Səhv olan A bəndi oldu. Bir çox yerlər olmalı idi. Cavab olur A. Mətnlə bağlı yanlış fikirləri müəyyən edin. Hadisənin məsciddə elan edilməsi onun ictimai əhəmiyyətini göstərir. Bəli, bu ümumi hər kəsi əhatə elədiyi üçün ictimai yerdə toplanırlar. Bu da onun ictimai əhəmiyyətini göstərir. Bir doğru fikirdir. Bir harda varsa çıxırsınız. Cəmaatın dua və tövbəyə yönəlməsi onların dini inanclardan xəbər verir. Bu da doğru fikirdir. Yəni, çətin hallarla üzləşdikdə daha çox dua və tövbə ilə problemi həll edəcəklərini düşünürlər. İkini də çıxırıq. Müsəllaya çıxmaq çəkicilərə qarşı tətbiq edilən texniki tədbirdir. Bu texniki tədbir deyil də, dini inancla bağlıdır. Bu daha çox mənəvi tədbirdir. Dua eləməyə çıxırlar. Düzdür? Yəni, bu texniki tədbir demək olmaz. Cəmaat əvvəlki nəsillərin yaşadığı təcrübələr əsaslarına davranır. Bəli, burada bir diyaloq var. Adamlardan biri ayağa qalxdı, xandan icazə danışmağa başladı. Mənim yaşım 100 olmasa da 100-ə yaxındır və s. başına gələn hadisələri danışır da, əvvəlki təcrübənin əsasən danışır. Bu doğrudur. 4 olan bəndə çıxırıq. Gənc nəsil dini inanclarla yaşayan yaşlı nəslin düşüncələrini sorğulamır. Əslində mətndə Məhəmmədin bu işi sorğuladığını deyir. Məsələn, doğrudan da bu çəyirtkələri Allah göndərib. Əgər Allah göndərirsə, nə üçün göndərir? Bu qədər adam yazıq deyilmi? Və s. və s. və s. Cavab olur 3-5 D variantı. Mətnlə bağlı cədvəldəki düzgün fikirləri müəyyən edin. Mətnə görə müəyyən etmək olur, mətnə görə müəyyən etmək olmur. Dini inan və düşüncənin hələ də sosial qərarların mühüm hissəsi olduğunu, bəli, bunu mətnə görə müəyyən edə bilir ki, cəmaatın başına bir problem gələndə onlar məscidə yığılıb, müəyyən bir məşvərətlər eləyib, müsəllaya çıxırlar və s. və s. Bir olan bəndləri saxlayırsınız. 2. İnsanların gözünün açılmasına imkan verməmək üçün məktəblərin olmamasının mətndə bu haqda ümumiyyətlə toxunulmuyub. 2 olan bəndə çıxırıq. Mətnə görə müəyyən etmək olmur. Liderin hansı göstəricilər əsasında seçildiyini, mətndə xanın adı çəkilir. Belə deyək, xan haqqında məlumat verilir, amma xanın necə seçilməsi ilə bağlı fikir səsləndirilməyib. Kollektiv dini ayinlərin insanlara psixoloji rahatlıq verdiyini, bəli, mətndə görürük ki, bu çəyirtkələrin öhdəsindən gəlmək üçün əsasən də dua eləyirlər. Yəni, dini ayinlərin insanlara bu dua, müsəllaya çıxmaqları onlara mənəvi rahatlıq, psixoloji rahatlıq gətirir. Bunu müəyyən etmək olur. Cavab olur 1-3 D variantı. Mətnə görə cəmaatın Nəsrullah xana münasibəti necə idi? Bax, mətnin ilk hissəsində bura fikir verin. Nəhayət xan gəldi, cəmaat tez ayağa qalxıb xana təzim etdi. Yuxarı başda lap mənbərin üzbəüzündə qiymətli xala döşənmiş hücrə xana məxsus idi. Xan hücrəsinə keçib oturana kimi cəmaat ayaq üstə durdu. Deməli, bu fikirlərdən belə nəticəyə gələ bilər ki, xalq xana hörmət eləyir.
Düzdür, o gələndə ayağa qalxır, o da oturana qədər hamısı ayaq üstə gözləyir və s. və s. Cavabımız olacaq B variantı. Xalq Nəsrullah xanı hörmət, inamla qarşılayır, səmimi itaət göstərirdi. Cavab olur B. Hansı şərh mətndə tünd qara hərflərlə verilmiş sözlərin heç birinə uyğun deyil? Mesela burada tədbir sözü, çarə tapmaq, tədbirlə çarə bir-birinə uyğundur. Həyəcan keçirən, burada həyəcan keçirən gərgin. Bu bunun şərhinə uyğun ola bilər. Məruz qalmaq, düçar olmaq. Bu şərhinə uyğun ola bilər. Ölçüb biçmək, götür-qoy etmək. Bunun şərhinə uyğun ola bilər. Amma qəzəbli ilə nigaran bir-birinə uyğun şərh deyil. Sualın cavabı olur Y variantı. Mətnə əsasən Məhəmmədin verdiyi suallar onun nöqtələrin yerinə hansı fikri yaza bilərik? Mətndə Məhəmməd, yəni böyüklərin hərəkətini, suallarını, fikirlərini bir-bir analiz eləyir. Yəni onlar deyir ki, Allah nə üçün bu bəlanı insanların başına gətirir? İnsanlar bəs nə günah mı işləyiblər və s. və s. və s. Artıq nə edir? Bunları analiz eləyir, düşünür, yəni tənqidi yanaşır. Bu da onu göstərir ki, hadisələrə tənqidi və düşüncəli yanaşdığını göstərir. Cavab olur C variantı. Mətndəki çəyirtkə fəlakətinin səbəbi kimi nə göstərilmişdir? Burada fikir verin. Xanım Mirzəsi sözə başladı. Camaat Allah Taala'nın insanlara qəzəbə tutubdur. Fövqəladə bir şey olub, mahala çəyirtkə gəlib. Bax, cavab olaraq bunu qeyd edə bilərik. Allah Taala'nın insanlara qəzəbə tutubdur. Allah Taala'nın insanlara qəzəbi tutubdur. Bu cümləni yəni olduğu kimi və yaxud da buna uyğun, yəni bu fikri özündə ehtiva edən digər fərqli cümlələr yazıb sualı cavablandıra bilərsiniz. Amma məzmun itməmək şərti ilə. Mətnə əsasən cədvəli doldurun. Əsas problem həlli yolu. Bax, mətndəki əsas problem nədir? Çəyirtkələrin mahalı basması. Düzdür, çəyirtkə təhlükəsi. Yəni, çəyirtkə sözünü özündə ehtiva edən istənilən cavabı buraya yaza bilərsiniz. Amma mətnlə əlaqəli təbii ki. Yəni, yazaq ki, mahalda çəyirtkə təhlükəsi. Əsas təhlükə budur. Yəni, əsas problem budur. Mahala çəyirtkə basqını təhlükəsi yaranmışdır. Çəyirtkələrin gəlməsi, əkin sahələrini məhv etməsi və s. və s. Belə bir şeylər qeyd edə bilərik. İndi bunun həlli yolu nə idi? 1. Cəmaət müsəllaya çıxırıb dua eləyir. Müsəllaya çıxaraq dua edilir. Yəni, göyərçinlər gətirilməsi üçün adam tədbir görülür. Göyərçinlər gətirilməsi üçün tədbir görülür, tut gətirilir və s. və s. Bu kimi həlli yolları yazıb sualı cavablandıra bilərik. Mətnə görə əkin yerlərinin və bağların məhv olması qəsəbə üçün hansı iqtisadi nəticələrə səbəb ola bilər? Ümumiyyətlə, mətndən də anlayırıq ki, cəmaat əkinçiliklə və bağçılıqla məşğul olur. Yəni, bu əkinçilik və bağçılıq olmasa, cəmaatda nə baş verir? Məsələn, iqtisadi nəticələr nə baş verir? Məsələn, qıtlıq yaranar deyə bilərik. Aclıq baş verər. Məsələn, kəndli hər halda vergi verir və s. və s. Yoxsulluq artar və s. Bu kimi cavablar yazıb sualı yekunlaşdıra bilərsiniz. Mətnə görə insanlar ümumi fəlakəti dəf etməkdə nəyə güvənirdilər? 1. Keçmişin təcrübəsinə, 2. Xalqın birliyinə. Bu üç fikirdən hər hansı birini seçsəniz və əsaslandırsanız tam bal ala biləcəksiniz. Yəni, ikisini də seçəni də alacaq və ikisinin hər hansı birini də. Deməli, biri necə? Keçmişin təcrübəsinə əsaslanır deyəndə, orada mətndə danışıraq. Mənim yaşım 100 olmasa da,
Hələ mən uşaqdım ki, bu bəlaya bir dəfə düçar olmuşduq. Cəmaət müsallaya çıxdı, həm də göyərçin üçün 2 atlı göndərdilər. O göyərçinlər bu bəlanı rədd elədi. Bax, bunu ora qeyd edə bilərik. Və bu əsaslandırmada bu cümləni bura qeyd edə bilərsiniz. Cəmaatlardan birinin uşaq vaxtı başına gələn hadisəni xatırlayır və danışır. İkinci də xalqın birliyinə belə əsaslandıra bilərik ki, eyni zamanda bütün cəmaat, məsələn bu üçün buna bütün cəmaat birlikdə müsəllaya çıxır, dua edir. Yəni bəlanı dəf etmək üçün birlikdə iş görülür. Bu da xalqın birliyinə dəlalət edir. Bu kimi fikirlər yazıb sualı cavablandıra bilərik. Mətndə nə təbliğ olunur? Əlbəttə ki, mətni oxuyub anlayırıq ki, mətndə birlik, yəni birlikdə iş görməkdən, fəlakət qarşısında cəmaatın əlbir olmasından söhbət gedir. Qeyd edə bilərik ki, mətndə insanların birliyini və həmrəyliyinin vacibliyi təbliğ olunur. Mətndə cəmaatın birliyinin və həmrəyliyinin vacibliyi təbliğ olunur. Mənəvi dəyərlərə və yardımlaşmaya inam təbliğ olunur. Qeyd edə bilərik, çünki cəmaat belə yığılışıb dua edirlər. Mənəvi dəyərlərə və yardımlaşmaya inam təbliğ olunur. Bunu qeyd edə bilərik. Təbiət hadisələri qarşısında birgə mübarizə. Təbiət hadisələri qarşısında birgə mübarizə təbliğ olunur. Və s. bu kimi fikirlər yazıb sualı cavablandıra bilərsiniz. Cədvəldəki uyğun fikirləri müəyyən edin. Bizə verilən cədvəldən buradan doğru fikri seçməliyik, buradan yanlış, buradan da ehtimal olan fikri seçməliyik. Baxaq görək cavabımız hansı olacaq. Yuxusuzluq beynəlxalq təşkilatın diqqətini cəlb edəcək qədər ciddi problemdir. Bəli, Dünya Səhiyyə Təşkilatının, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə hər il dünyada 7 milyon insan yuxusuzluq səbəbilə erkən ölüm riski ilə üzləşir. Bunu biz doğru qəbul edə bilərik. Harada biri varsa saxlayırsınız, digərlərini çıxırıq. Cavabımız ya budur, ya budur. Alimlərin yuxusuzluğu genetik amillərlə izah etmək cəhdi uğursuz alınıb. Mətndə belə bir cəhddən danışılırmı? Xeyr. Cavabımız çıxdı. Yanlış fikrə baxaq. Yuxusuzluğun ən ciddi fəsadları yalnız psixoloji gərginlik formasında təzahür edir. Bu yanlış fikirdir. Niyə? Mətndə deyilir ki, yuxusuzluq sadəcə bir narahatlıq deyil, həm fiziki, həm də əqli sağlam üçün ciddi bir təhdiddir. Yəni, burada sadəcə psixoloji gərginlikdən söhbət getmir, həm də fizikidən söhbət gedir. Sən yorulursan, hərəkət edə bilmirsən və s. və s. Bu fikir yanlışdır. Uzun müddətli yuxusuzluq yaşayan insanların həyat keyfiyyəti aşağı düşür. Bu doğrudur, yanlış deyil. Ehtimala baxaq. Məşhur mətbuat yuxusuzluq probleminin həlli üçün maariflərinizi tədqiqat həyata keçirir. Bəli, burada bu tədqiqatdan danışılır. Bu faktdır, ona görə də bunu biz ehtimal eləmirik. Normal yatmayan insan bir şeiri uzun müddət yadında saxlamaq qabiliyyətinə malik deyil. Bax, burada vurğuluyur ki, insanın yaddaşında 20%-ə qədər azalma olur da, düzdür? Yəni, biz də buradan belə bir ehtimal eləyə bilərik ki, yəni, normal yatmayan insan bir şeiri uzun müddət yadda saxlaya bilməz. Bunu ehtimal eləyə bilərik. Aydın, burada deyil, azalma var, amma biz ümumiyyətlə deyir ki, yadda saxlamaq qabiliyyətinə malik olmamasını ehtimal eləyə bilərik. Bunu cavab kimi seçirik. Doğru cavab olur 1, 3, 6 D variantı. Mətnin sonuncu abzası ilə bağlı yanlış fikirləri müəyyən edin. Sonuncu abzas budur. Ümumi məzmununa görə mətnin digər abzaslarından fərqlənmir. Bəli. Həm bütövlükdə mətn, həm də abzas publisistik üslubda və yuxusuzluqla bağlı danışılır. Bu da doğru fikirdir. Bir harda varsa çıxırsınız. Cümlələrdən birinin giriş hissədə işlənməsi daha məqsədə uyğundur. Xeyr, bu abzasdakı cümlələr hamısı bir-birini tamamlayır.
Deməli 2 yanlışdır. 2 ilə başlayanları saxlayırıq. 3. Abzas 3 hissədən ibarət müstəqil mətn kimi qəbul edilməlidir. Ümumiyyətlə yadda saxlayaq ki, bu abzas müstəqil mətn ola bilməz. Niyə? Deyir ki, bu qədər ciddi təsirləri olduğu halda işarə əvəzliyindən söhbət gedirsə burada, yəni işarə eləyirsə, bu nəyinsə davamını göstərir. Müstəqil mətn olduğunu göstərmir burada. Deməli 3 də səhvdir. Heç 3 hissəyə baxmırıq, çünki bu mətn maksimum 2 hissəyə bölünə bilər. Buradan. Yəni 3 abzasa bölünə, 3 hissəyə bölünə bilməz. 2 abzas şəklinə verilməsi daha məqsədə uyğundur. Son abzas mətnin nəticə hissəsi olar. Bəli, bu hissədən ayrılsa, bu 2 abzas şəklində salına bilər və bu da nəticə hissə olacaq. Digəri, daha ikinci abzas. 4 doğrudur. Problemin tibbi və alternativ həll yolları öz əksini tapmışdır. Mətndə heç bir tibbi və alternativ yoldan danışılmır. Sadəcə tövsiyələr var ki, belə olsa belə olar. Yəni burada tibbi, müalicəvi, profilaktik bir işlərdən danışılmır. Yəni ki, bunu elə, bu dərman, bu və s. və s. və s. Deməli, bu da yanlışdır. Cavab olur 2, 3, 5 D variantı. Mətnə əsasən cədvəldəki düzgün fikirləri müəyyən edin. Yuxuya müsbət təsir edən amillər, yuxuya mənfi təsir edən amillər. Ağır yeməkləri və kafein tərkibli içkiləri gündəlik rasiondan çıxarmaq. Diqqət etsəz mətnə deyir ki, yatmazdan qabaq belə şeylər yeməyin. Rasiondan çıxartmaq söhbətindən danışılmır. Ona görə də bunu cavab kimi seçmirik. Yuxu üçün konkret zaman və müddət ayırmaq. Bəli, mətndə bu haqda deyir ki, yuxu rejiminə riayət etmək, hər gün eyni saatda yatmaq və oyanmaq vacibdir. Bir də 5-6 saat yatmağın lazım olduğunu deyir. Yəni ən az, yəni bunu vurğulamaq. 2-ni qəbul eləyirik, 2 ilə başlayanları saxlayıb yerdə çıxırıq. İndi gəlin görək mənfi təsir edən amil hansıdır. Yuxu müddətinin əsas hissəsini gündüz vaxtına salmaq. Mətndə bu haqda məlumat yoxdur. Yataq otağının lazımi parametrlərə cavab verməsi. Bəli, mətndə deyir ki, yataq otağı sərin, sakit olmalıdır. Bu olmasa yuxunuza mənfi təsir eləyər. Bunu da qəbul eləyirik. Cavab olur 2-4 Y variantı. Yuxuya düzgün yanaşmaq və sağlam yuxu rejimi formalaşdırmaq sağlam həyat tərzinin əsasını təşkil edir. Cümləsi ilə mətnin neçənci abzasını genişləndirmək daha doğru olar. Ümumiyyətlə fikir versə, ən uyğun cavab 5-ci abzas olacaq. Nə üçün? Cavab 5-ci abzasdır. Niyə? Çünki bu abzasda fikir versəz görərsiniz ki, yuxunun keyfiyyətini artırmaq, düzgün rejim saxlamaq, sağlam həyat tərzini qorumaq haqqında konkret tövsiyələr verilir. Yəni, nə eləmək lazımdır, necə yatmaq lazımdır və s. və s. Yəni, yuxu ilə bağlı, yuxunun keyfiyyəti ilə bağlı, yəni yuxusuzluğu aradan qaldırmaq üçün bəzi tövsiyələr bu abzasda verildiyi üçün bu cümlənin ən uyğun olduğu abzas 5-ci abzasda cavab olur C. Mətnin ümumi ideyasını ən dolğun ifadə edən cümlə hansıdır? Bəndlərə nəzər salsaq görərik ki, mətnin ümumi məzmunu ilə bağlı bütün fikirləri özündə əks etdirən cümlə ideya A variantındadır. Çünki mətndə yuxusuzluğun həm fiziki, həm də psixoloji problem olduğunu və həyat üçün təhlükə yaradan bir problem olduğunu vurğulayır. A bəndində deyir ki, yuxusuzluq orqanizmə çox sahəli təsir göstərən, həyat üçün ciddi təhlükə yaradan problemdir. Bax, bu cümlə mətnin ümumi məzmununu özündə əks etdirən ideya kimi formalaşmışdır. Doğru cavab olur A bəndi. Mətnə əsasən sağlam yuxu vərdişləri formalaşdırmaq insan hansı xəstəliklərindən qorunmasına kömək edə bilər? İkisini qeyd edin. Məsələn, buraya yaza bilərik ki, ürək damar xəstəliklərini aradan qaldıra bilər. Bəli, ürək damar xəstəliklərinin qorunmasına. Ürək damar xəstəlikləri qarşısını ala bilər. Sonra insultun, məsələn, qeyd edə bilərik, şəkərli diabet və yaxud da başqa bir ikisini qeyd edə bilərik. Məsələn, insult yaza bilərik. Şəkərli diabetin yerinə insult qeyd edə bilirsiniz. Depressiya və narahatlıq. Depressiya və narahatlıq. Bu kimi fikirlər yazaraq sualı cavablandıra bilərik. Yəni, 2 dənəsini yazsanız kifayət eləyir. Mətnə əsasən cədvəli tamamlayın. Yuxusuzluğun fərdi nəticəsi, yuxusuzluğun ictimai nəticəsi. Fərdi nəticəsi nə ola bilər? Fiziki yorğunluq deyə bilərik. Fiziki yorğunluq deyə bilərik. Yəni, insanın özündə hiss elədiyi. Sonra yaddaş zəifləməsi deyə bilərik.
yaddaş zəifləməsi deyə bilərik. Qan təzyiqinin və s. və s. əsəbilik, depressiv hallar, immun sisteminin zəifləməsi, xəstəliklərə meyillik və s. və s. İctimai nəticə nədir? Yəni cəmiyyətlə bağlı olan, məsələn, iş yerində məhsuldarlığın azalması. Məsələn, iş fəaliyyətində məhsuldarlığın azalması. Məhsuldarlığın, yəni bunun ümumi işə təsiri var da, düzdürmü? Azalması. Sonra qeyd edə bilərik ki, ictimai təhlükəsizliklə bağlı problemin baş verməsi, ictimai təhlükəsizlik, yəni sizə tutaq ki, nəyisə mühafizə eləmək işi tapşırılır, siz yuxusuz qalırsınız, yatırsınız, onu mühafizə eləyə bilmirsiniz. Sonra avtomobildə məsələn qəza şəraitinin yaranması, avtomobildə qəza şəraitinin yaranması və s. və s. Yəni cəmiyyətdə baş verən mənfi nəticə bu ictimai nəticəsidir. Amma fərdin özünün şəxsi ilə bağlı, yəni fiziki problemlə bağlı olan da onun fərdi nəticəsidir. Yaxud cədvəli bu şəkildə fikirlər yazaraq cavablaya bilərsiniz. Mətndə nöqtələrin yerinə məzmuna uyğun ifadə yazın. Nöqtələrə burada ikinci abzasda qeyd edə bilərik ki, cümləni oxuyaq. Yuxusuzluq bədənin qan təzyiqini yüksəldir və bu yüksək təzyiqin və digər ürək xəstəliklərinin yaranma riskini, təhlükəsini, ehtimalını artırır. Qeyd edə bilərik. Yaranma ehtimalını, riskini, təhlükəsini və s. buna uyğun cavablar yazaraq fikrimizi yekunlaşdıra bilərik. Mətnə görə yuxusuzluq 21-ci əsrin səssiz bəlasıdır fikrinə əsaslandırın. Ümumiyyətlə, ilk abzasdan da hiss olunur ki, burada artıq belə deyək ki, bir çox insanlara sirayət edən bir səssiz bəla kimi, xəstəlik kimi yuxusuzluğun vurğulandığını görürük. Məsələn, orada nə deyir? Dünya Səhiyyə Təşkilatının məlumatına görə hər il dünyada 7 milyon insan yuxusuzluq səbəbilə erkən ölüm riski ilə üzləşir. Yəni 7 milyon az bir rəqəm deyil. Düzdür, deyəcəksiniz ki, nədir ki, 7 milyarddan çox insan var ona. Amma 7 milyon da az bir səbəb deyil. Yəni bunun özündə bir, necə deyim, bir yayılan bir bəla, həqiqətən də bəla olduğu vurğusayla bunu görə bilərik. Biz ki, bunu əsaslandıra bilərik bu cümlələrlə. Qeyd edə bilərik ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə hər il dünyada 7 milyon insan yuxusuzluqdan əziyyət çəkir. Yuxusuzluq probleminə görə ölüm riski ilə üzləşir. Yuxusuzluq bir çox xəstəliklərin, bir çox xəstəliklərin səbəbkarı ola bilir. Yəni xəstəliklərin yaranmasına səbəb ola bilir. Yaranmasına səbəb olur. Yəni bu xəstəliklər həm psixoloji, həm də nədir? Fiziki xəstəlik kimi qiymətləndirə bilərik. Bütün bunlara əsaslanıb yuxusuzluğun 21-ci əsrin səssiz bəlası olduğunu deyə bilərik. Siz də cavablarınıza bu fikirləri əsaslandırıb sualı cavablaya bilərsiniz. Yəni buna uyğun yazmısınızsa doğru qəbul edilə bilər. Mətndə tünd qara hərflərlə verilmiş ifadələrin mənasını izah edin. Burada stres sözü var, bir də təhdid sözü var. Ümumiyyətlə, stres sözü belə deyək ki, insanın hər hansı səbəbdən keçirdiyi gərginlik halıdır, əsəbilik keçirməsi halıdır, stresə düşmək var. Düzdür, məsələn, yaza bilərik ki, gərginlik halı və yaxud da əsəbilik keçirmə halı,
əsəbilik keçirmə halı. Və yaxud da qeyd edə bilərik ki, fizioloji reaksiya. Fizioloji reaksiya və s. buna uyğun fikirlər yaza bilərik. Təhdid də qorxutmaq, hədələmə, hədə qorxu gəlmə kimi, mənaları ifadə edir. Bu və buna uyğun fikirlər yazaraq sualı cavablandıra bilərik.